This is big stuff. O, həyat yoldaşı Celia Floreslə birlikdə tutuldu və hər ikisi indi ABŞ ədaləti qarşısında cavab verəcək. Maduro və Flores New York Cənub dairəsində Amerika Birləşmiş Ştatlarına və onun vətəndaşlarına qarşı ölümcül narkoterror kampaniyasına görə ittiham olunublar. Mən belə möhtəşəm uğura gecə ərzində nəfəs kəsən sürət, güc, dəqiqlik və peşəkarlıqla nail olan hərbçi qadın və kişilərə təşəkkür etmək istəyirəm. Biz belə şeyləri nadir hallarda görürük. Əgər dünən gecə mənim gördüklərimi siz də görsəydiniz, çox təsirlənərdiniz. Əmin olaraq deyirəm ki, bunu heç vaxt görə bilməyəcəksiniz. Amma doğrudan da inanılmaz mənzərə idi. Bir dənə belə Amerikalı hərbçi həlak olmadı və bir dənə belə Amerika Birləşmiş Ştatları hərbi texnikası itirilmədi. Əməliyyata çoxlu helikopterlərimiz, təyyarələrimiz cəlb olunmuşdu. Bu əməliyyatda iştirak edən çoxlu şəxsi heyətimiz var idi. Amma bunu düşünün, bircə dənə belə hərbi texnika itkisi olmadı. Biz göz yuma bilmərik ki, Venezuela xalqının dəstəyini qazanmamış başqa bir şəxs bu ölkəyə hökmranlıq etsin. Burada hakimiyyət normal hökumətə keçənə qədər Venezuelanı biz idarə edəcəyik. Other good ones like the